Oktyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin and içmə mərasimi keçirildi. Prezident İlham Əliyevi müşahid edən fəxri kortej Azərbaycan Respublikası Prezidentinin and içmə mərasiminin keçirildiyi Milli Məclisə yola düşdü. Azərbaycan Respublikasının dövlət bayrağı və Azərbaycan Prezidentinin ştandartı mərasim salonuna gətirildi. Sonra Konstitusiya Məhkəməsinin hakimləri dəvət olundu. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirdi ki, oktyabrın 19-da Konstitusiya Məhkəməsi prezident seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq eləyərək İlham Heydəroğlu Əliyevi Azərbaycan Respublikasının prezidenti elan etdi. Daha sonra Azərbaycan Respublikasının prezidenti seçilən İlham Əliyev Konstitusiya Məhkəməsinin hakimlərinin iştirakı ilə and içməyə dəvət olundu. Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm. Azərbaycan Respublikasının dövlət himni səsləndi. Əlimi Qurani Şərifə basaraq and içirəm. Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam. And içmə mərasimində çıxış edən Prezident İlham Əliyev ona yenidən etimad göstərən doğma xalqına minnətdarlığını bildirdi. Dövlət başçısı bundan sonra da xalqımızın rifahı üçün əlindən gələni əsirgəməyəcəyini vurğuladı.
Prezident seçkiləri və bu seçkilərin nəticələri dövlət müstəqilliyinə xalq tərəfindən verilən növbəti qiymətdir deyən Prezident İlham Əliyev seçkilərin azad şəkildə keçirildiyini və Azərbaycan xalqının iradəsini əks etdirdiyini qeyd etdi. Dövlət başçısı vurğuladı ki, 10 il əvvəl birinci dəfə prezident vəzifəsinə seçilərkən Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq qalacağına and içmişdi və bu dəfəki prezident seçkiləri Azərbaycan xalqının bu siyasətə dəstək verdiyini bir daha nümayiş etdirdi. Son 10 ildə əldə edilən uğurlar barədə danışan Prezident İlham Əliyev qeyd etdi ki, ölkədə sabitliyin təmin edilməsinə ilk növbədə xalqla iqtidar arasında olan birlik səbəb olub. 10 ildə irəli sürülən təşəbbüslər ölkəmizi daha da gücləndirib və Azərbaycanın inamlı inkişaf dinamikası saxlanıb. Dövlət başçısı son 10 ildə Azərbaycanın dinlərarası münasibətlərdə dünya üçün örnək olduğunu bildirdi. Beynəlxalq əlaqələrimizin gücləndiyini, Azərbaycanın 39 ölkədə səfirliyinin açıldığını diqqətə çatdırdı. Bu dövrdə Azərbaycanın mötəbər beynəlxalq təşkilatlarda maraqlarını yüksək səviyyədə müdafiə etdiyini deyən Prezident İlham Əliyev bugün dünyada bizimlə əməkdaşlıq etmək istəyənlərin artdığını bildirdi. Xarici siyasətdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin prioritet olduğunu deyən dövlət başçısı onu da diqqətə çatdırdı ki, münaqişənin həll olunmamasının əsas səbəbi Ermənistanın riyakar, qeyri-konstruktiv mövqeyi və beynəlxalq birliyin laqeydliyidir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bunu bütün dünya tanıyır. Ərazi bütövlüyü məsələsində heç bir güzəştdən söhbət gedə bilməz deyən Prezident İlham Əliyev qarşıdakı dövrdə də Azərbaycanın hücum diplomatiyasını davam etdirəcəyini diqqətə çatdırdı. Son 10 ildə ölkəmizin iqtisadi uğurlarından danışan Prezident İlham Əliyev bu dövrdə Azərbaycan iqtisadiyyatının 3,4 dəfə artdığını, 1 milyon 200 mindən çox yeni iş yerinin açıldığını, işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı düşdüyünü, 2 regional inkişaf proqramının icra olunduğunu bildirdi. Qeyd etdi ki, son 10 ildə ölkə iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulub, əmək haqları, pensiyalar artırılıb, valyuta ehtiyatları 50 milyard dollara çatıb. Sahibkarlığın inkişafı ilə bağlı mühüm tədbirlər görülüb. Uğurlu sənayeləşmə siyasətinə başlanıb. Son illərdə Azərbaycanda yeni qaz yataqları kəşf edilib. TANAP və Transadriatik qaz boru kəmərləri layihələrinin icrasına start verilib. Bununla da Azərbaycanın iqtisadi müstəqilliyi təmin olunub. Azərbaycanda böyük enerji potensialı yaradılıb. Sosial sahədə də mühüm addımlar atılıb. Yeni məktəblər, xəstəxanalar və olimpiya mərkəzləri tikilib. Bundan əlavə ordu quruculuğu da diqqətə saxlanıb. Hərbi büdcəmiz 20 dəfədən çox artıb. Ölkədə hərbi sənaye kompleksi yaradılıb. Azərbaycan kosmik dövlətlər siyahısına daxil olub. Son 10 ildə Azərbaycan əhalisi 9,4 milyon nəfərə çatıb. Növbəti 5 ildə qarşıda duran vəzifələrdən danışan Prezident İlham Əliyev vurğuladı ki, xarici siyasət sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdiriləcək. Bunun üçün iqtisadi faktordan istifadə olunacaq. İqtisadiyyatın şaxələndirilməsi, sosial siyasət və sənayeleşmə prosesi, o cümlədən ərzaq təhlükəsizliyinin təmin olunması, İKT-nin inkişafı istiqamətində işlər davam etdiriləcək. Dövlət başçısı korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərin sayının artırılması ilə bağlı fikirlərini bildirdi və bu məsələlərə nail olunacağına əminliyini ifadə etdi. Azərbaycan xalqı öz taleyinin sahibidir və heç vaxt tarixdə Azərbaycan bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır. Biz hamımız bundan sonra da çalışmalıyıq və çalışacağıq ki, ölkəmizi inkişaf etdirək, müstəqilliyimizi əbədi dönməz edək. Eşq olsun Azərbaycan xalqına, yaşasın Azərbaycan!